Salam, 19 oktyabr 2025-ci ildə qol kurslarında keçirilən 11-lər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının, yəni Messi 1-in riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız əkop 2x, 5x verilib ki, əkop 50-80-ə bərabərdir. X-i tapın. Biz bilirik ki, əkobda da, əbovda da ortaq vurub xaricə çıxa bilər. Ümumiyyətlə, 2 ilə 5-in əkobu 10 olduğu üçün x da 10-a vurulur, olur 10x bərabərdir. 50 ilə 80-in əkobu isə deməli, bunlar 5 və 8 qarşılıqlı sadə ədədlərdir. 5 ilə 8-in əkobu 40-dır. 10-a da vurulsa bu olur 400. Ben bunun üçün əlavə vaxt ayırıb sadə vuruqlara ayırmıram. Bu 400 eləyir. X da buradan tapılır. 40 B variantı. 1400 ədədinin natural bölənlərinin sayını tapın. Biz 1400'ü 14 vurulsun 100 yazaq. 14'ü sadə vuruqlara ayırsaq 2 vur 7. 100'ü sadə vuruqlara ayırsaq 2, 2, 5, 5 şəklində ayrılacaq. Şimdi burada 2-dən 3 dənə yaranır. 5-dən 2 dənədir. 7-dən isə 1 dənədir. Natural bölənlərin sayını tapanda hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırdıq. Deməli 4, 3'ün 12, 12'ni 2'yə vursaq 24 D variantı. Növbəti, hansı ədədlər qarşılıqlı sadə deyil? 5 ilə 6 qarşılıqlı sadədir. 50 ilə 51 qarşılıqlı sadədir. 11 ilə 23, 1 ilə 20. Burada 13 ilə 39 deyil. Çünki hər ikisinin ortaq böləni 13 var. Düzbucaqlının enini 20% artırıb uzunluğunu 20% azaltsaq sahəsi necə dəyişir? Bunu hazır qayda ilə də getmiyorlar. Cavab belədir. A kvadrat bölünsün 100% həmişə azalar. Yəni cavab 4% həmişə azalar. Amma belə yazaq. Uzunluğuna 100, eninə də 100 desək, sahə 100 vur 100'dür. Buna 100%'dir. Düzbucaqlının enini 20% artırdıqsa bu oldu 120%. Uzunluğu 20% azaldısa bu oldu 80%. Buna x. Orada ixtisardan sonra cavab 96% alınır. Deməli 100'dən də 96'ın çıxanda 4% azalma baş verib. Bir işi 8 işçi 15 günə yerinə yetirərsə, eyni işi 10 işçi neçə günə yerinə yetirər? Bu tərs mütənasib kəmiyyətləri, çünki işçilərin sayı artanda zamanımız azalır, daha tez bitiririk işi. Bir kəmiyyət digərindən tərs mütənasib asıldı burada. Onu üzbəyiz vurmaqla həll edə bilərik. 8 vurulsun 15 bərabər 10 vurulsun x-ə. Bu da olur 12 Y variantı. Növbəti 36-cı sual. Mağazada məhsulun əvvəlcə 50%-ni 50% məhsulu qəbul eləyək 100% imiş. Əvvəlcə 50%-ni, yəni 100-dən 50-ni çıxırıq. Qalır 50. Birinci dəfə 50%-ni deməli. İkinci dəfə isə qalan məhsulun 20%-ni satırlar. Qalan 50 olduğu üçün 50-nin də 20%-ni tapıram. Oldu 10. İkinci dəfə də 10% satıldı. Neçə faiz satılmamış məhsul qaldı? İkisi birlikdə 60%'dir. Ümumi 100% məhsulumuz var idi. 100-dən 60'ı çıxanda doğru cavab 40 satılmamış qaldı. 40 litr 20% duz məhlulu ilə 10 litr 60% duz məhlulu qarışdırıldıqda alınan məhlulun duzluğu neçə faiz olar? Biz 40'ın 20%'ni tapırıq. Üstə gəl 10'un 60%'ni tapırıq. Daha doğrusu faizə vururuq. Bölünsün kütlələr cəminə. Qaydamız da belə idi də. M1 omega 1 üstə gəl M2 omega 2 bölünsün M1 plus M2. Yəni birinci qabdaşları bir-birinə vururuq. İkinci qabdaşları bir-birinə vurub toplayırıq. Sonra kütlələr cəminə bölürük. Bu olur 800 üstə gəl 600 bölünsün 50. Bu olur. Tək-tək də bölə bilərik. 800'ü 50'yə bölsək 16 üstə gəl 12, yəni 28%. Ştrixlənmiş hissə ifadələrdən hansına uyğundur? Görürük ki, rəngli hissədə A çoxluğu var. Yəni A çoxluğu rəylənib, ancaq B ilə C ümumiyyətlə rəylənməyib. Yəni A çoxluğundan burada çıxırıq. B ilə C-nin birləşməsini. Çünki B ilə C-nin heç biri rəylənməyib. Y variantı. X-i bizdən soruşur. Ümumilikdə açıq bucaqdırsa əgər bu, onda belə olacaq. 30 üstə 60, 90, 30, üstə gəl 60, üstə gəl 3x bərabərdir 180'ə. Buradan 3x bərabərdir 90, x da tapılır 30 dərəcə B variantı. İki düz xəttin kəsişməsindən əmələ gələn bucaqlardan ikisinin cəmi 200'dür. İki düz xət kəsişdi. Buradakı iki bucağın cəmi 200 necə ola bilər? Məlumdur ki, bu bir xətli bucaqla iki xət qoyduğum bucağın cəmi 200 ola bilməz. Çünki onlar qonşu bucaqlardır. Deməli, cəmləri 200'dürsə bunlar qarşılıqlı bucaqlar imiş. Onda qarşılıqlı bucaqlar bərabər olduğu üçün
200'ü bölürəm 2-yə olur 100 dərəcə. Burada 100 dərəcədir, burada 100 dərəcədir. Bu bucaqları tapın. Deməli 2 rüsxat kəsişlikdə əmələ gələn bucaqların ikisinin cəmi 200-dür. Bu bucaqları tapın. Cavab 100, 100. Belə. Növbəti sualımız. Neçə? 41-ci sual. Qonşu bucaqlardan biri digərinin 3 mislinə bərabərdir. Birinə x desək, o biri 3x olacaq. 3x. Qonşu bucaqların cəmi 180 dərəcədir. Cəmi 180-ə bərabərdir. Buradan 4x bərabərdir 180. X-i tapırıq 45 dərəcə. Bu bucaqlardan kiçiyin bizdən soruşur. Elə kiçiyi 45 dərəcə idi. AB 2 rəqəmli ədədə həm 2-yə, həm də 5-ə bölünür. Həm 2-yə, həm 5-ə bölünürsə, deməli, bu elə 10-a bölünür. AB 2 rəqəmli ədədi 10-a tam bölünür. 3 nöqtə qoydum, yəni 10-a tam bölünməni göstərir. 10-a tam bölünürsə, deməli, bunun sonu 0-la bitməlidir. B 100% 0 imiş. Və deyir ki, bunların cəmi 5-ə bərabərdir. A plus B, yəni 0 bərabər 5-dirsə, A-nı da biz buradan 5 tapmış oluruq. Cavabımız 5. E variantı. 5,7-də 1, 4,3-də 1, 6,9-da 1. Fərqli üsulla işləyə bilərsiniz. Bunun fərqi yoxdur. Neyək burada? Düzgün olmayan kəsrə çevirsək, onlar 5, 7, 35, o da 1, 36, üstə gəl 4, 3, 12, o da 1, 13, çıxılsın 6, 9, 54, 54, üstə 4, 58. 7 ilə 3-ün əkobu elə 21-dir. Əvvəl bunların ikisini əkob tapaq. Yox, 7, 3, 9-un əkobu elə 63 olsun. 63-dür. Bunların 3-ünə də əkob. 63-ü 7-yə bölsək 9 dəfə, 3-ə bölsək biraz böyük ədəd alınır 21 dəfə. Bunu belə yazmayaq bir dəqiqə. Gəlin tamları ayrıca toplayaq. Bir dəqiqə. Bax, gelməsin. Burada biz neyiniyək? Birinci tamları toplayıb çıxaq. Yəni belə 5, üstə gəl 4, çıxılsın 6. Bu tamlardır. Üstə gəl. Kəsirlərdə ayrıca hesablayaq. 7-də 1, üstə gəl 3-də 1, çıxılsın 9-da 4. Tamları toplasaq 5 üstə 4, 9, 9-dan 6 çıxanda 3 tam. Kəsiri orta məxrəcə gətirsək 63 ortaq məxrəcdir. 7-yə böləndə 9, 3-ə böləndə 21, 9-a böləndə 7. 9, üstə gəl 21, çıxılsın 28. Belə orada 7, 4, 28. 3, üstə gəl 63-də 9 üstə 21 gələndə 30, 30-dan 28 çıxanda 2 qalır. Yəni 3 tam 63-də 2 A variantı. Biri o birinin 3-də 1-ni təşkil edən 2 natural ədədin əbobu 20-dir. Ədədlərdən birincisinə biz x desək, ikincisi 3x olacaq. Əbobu 20-yə bərabərdir. Yəni əbob x ilə 3x-in əbobu bərabərdir 20-yə. 3, bunun əmsalı 1-dir də burada. 1 ilə 3 qarşılıqlı sadə ədədlər olduğu üçün onların əbobu 1-dir. Deməli, bu əbob bizdə elə 1x-dir. X-i tapırıq 20. Bizim birinci ədədimiz 20 imiş. İkincisi 3 vur 20, 60 imiş. Cəmlərin soruşur bizdən. Cavab 80. Məxrəci 20 olan 4-də 1, 2-də 1 arasında yerləşən adi kəsirlərin surətləri cəmi. Məxrəcləri 20-dirsə, biz birinci kəsirin məxrəcinə 20 yazsaq, onda surəti 5 olacaq. 20-də 5. İkinci kəsirin məxrəcini 20 etsək, onda bunun surəti 10 dəfə artdığı üçün 10 olacaq. 20-də 5 və 20-də 10 arasında yerləşən adi kəsirlərin surətlər cəmi, burada surətlər 6 ola bilər, 5-dən 10-a qədər 7, 8 və 9-dur. 6, 7, 13, 13 üstə 8, 21, 21 o da 9, 30. Növbəti, məxrəci 850 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Göstərilə bilmir, deyir. Sonlu onluq kəsir şəklində göstərilə bilmirsə, düzgün kəsirlərdən nə edirik? 850-ni biz sadə vuruqlara ayırsaq, bu 85 vurulsun 10-dur. 85-i də sadə vuruqlara ayırsaq, 5-ə bölünür 17 dəfə. 10 da sadə vuruqlara ayırsaq, 2 vur 5-dir. Deməli, 2-dən bir dənədir. 2 qalsın. Sonlu onluq kəsir şəklində göstərilə bilənlərin sayını biz belə tapırdıq. 2 və 5-lərin hasilin vurub 1 çıxırdıq. Onda bu olacaq 2 vurulsun 5 vurulsun 5 çıxılsın 1. Bu oldu 49. 49 dənə göstərilə bilir. Sonlu onluq kəsir şəklində göstərilə bilər. Amma göstərilə bilmir deyir.
düzgün kəsir. Məxrəci 850 olan 849 dənə düzgün kəsir var. Onun 49 dənəsinin sonlu onluq kəsr şəklində göstərmək oldu. Deməli 800 dənəsinin sonlu onluq kəsr şəklində göstərmək olmur. Növbəti A ədədinin 10-2 hissəsi, yəni A vurulsun 0,2 ədədin hissəsini tapmaq üçün ədədi hissəyə göstərən kəsrə vururuq. B ədədinin daha doğrusu deyir A ədədinin 0,2 hissəsi 50-dir. Onda biz buradan A-nı tapa bilərik. 50-ni bölərik 0,2-yə. Bu da olar 250. B ədədinin 0,3 hissəsi 45 olarsa, onda buradan B-ni tapsaq 45-i bölərik 0,3-ə. Bu da olar 150. B böl A-nı soruşur. Yəni 150 bölünsün 250-ni bizdən soruşur. Ona ixtisar aparsaq, ona deyəndə ki, 50 ixtisar aparsaq, burada 3 qalar, burada 5 qalar, bu da bizə verir 0,6. Cavab kartına belə yazılır. 2 müsbət ədədin birinin 20%, digərinin 50%-nə bərabərdir. Misal üçün, birinci ədədimiz A-dırsa, A-nın 20%, A vurulsun 20 bölü 100, B-nin digər ədədimiz B olsa, bunun 50%-nə bərabərdir. Yəni, B vur 50 bölü 100. Yüzlər ixtisar getsin, hər tərəfini 10-a bölsək, alınar 2A bərabərdir 5B. Burada biz bilirik ki, A-mız 5K-dır, B-miz 2K-dır. Bizə deyir, böyük ədəd 400-dür. Məlumdur ki, bu 5K 400 imiş. Onda buradan tapılır ki, K bizdə 80-dir. K 80-dirsə 2-ni vururam 80-ə, ikinci ədədim olur 160. Deyir, bu ədədlərin fərqinin modulunu tap. Yəni, biri 400 idi, biri 160-dır. Yəni, böyükdən kiçik çıxmaq deməkdir bu. Bu da bizə verir 240. 200 qram 20%-li şəkər məhluluna nə qədər su buxarlandırmaq lazımdır ki, 25%-li məhlul alınsın. Tənasüblə mən yazacağım, tənasübsüz də yazmaq olar. 200 qramda 20%-lidir. Nə qədər su buxarlandırmaq lazımdır ki, bizim məhlulumuz 200 idi. Bundan x qədər su buxarlandırmaq lazımdır. 200-dən x-i çıxıram. Məhlulum olur 200 minus x. Həmin faizimiz 25%-dir. Burada tərs mütənasibliyi var. Baxıram ki, kütlə azalıb, amma faiz artıb. Onda üzbəyiz vurub həll eləyə bilərik. Yəni 200 vurulsun 20 bərabərdir 200 çıxılsın x vurulsun 25. Burada nə baş verir? 200 ilə 25 ixtisar gedir. Alınır deməli 8. 200 çıxılsın x bərabərdir 160. X də buradan tapılır 40. Növbəti. A ilə 20-nin natural bölənləri çoxluğu. 20-nin natural bölənləri çoxluğu hansıları? 1-ə bölünür, 2-yə bölünür, 4-ə, 5-ə, 10-a, 1 də 20-yə bölünür. B ilə 30-un natural bölənləri çoxluğu işarə olunur. 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 6-ya, 15-ə, 10-a, 15-ə, 1 də 30-a bölünür. A ilə B-nin fərqi, B ilə A-nın fərqi. Bir də baxaq, 20-nin natural bölənləri çoxluğu 1-ə, 2-yə, 4-ə, 5-ə, 10-a, 20-yə. 30-da 1, 2, 3, 5, 6, 10, 15, 30-dur. A-da olub B-də olmayanlar bizdə görürük ki, 4-dür, 10-dur, 20-dir, 3 dənədir. Üstə gəl, B-də olub A-da olmayanlar isə 3-dür, 6-dır, 15-dir, 30-dur. Burada da 4 dənədir. Cavab 7. 51-ci sual. 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan bucaqlardan biri digərinin 5də 1 hissəsini təşkil edir. 2 paralel düz xətti 3-cü ilə kəsdikdə alınan bucaqlardan biri digərinin 5də 1 hissəsinə bərabərdir. Məlum ki, bunun biri kiçik, biri böyük bucaqdır. 2 paralel düz xətti 3-cü ilə kəsəndə belə deyək də, burada görünür də 4 iti, 4 kör bucaq yaranır. Biz itinin birinə tutaq ki, desək 1x, kör isə olacaq 5x. Çünki 1 bölü 5 o deməkdir. 1 1x-dir, 1 5x-dir. Bunların toplam cəmi 6x bərabər 180 olur. Çünki bu şəkildə bir iti ilə bir körün cəmi 180 olur. X-i tapıram 30 dərəcə. Biri 30 dərəcədirsə, o busunu da 5 vur 30 yazıram. Bu da olur 150 dərəcə. Fərqinin modulunu soruşur. Yəni, böyükdən çıxıram kiçiyi, cavab, daha doğrusu 150-dən çıxıram 30-u. Bu da olur 120 dərəcə. 120 dərəcə. Kitabda 320 səhifə var. Şagird kitabın 5də 3 hissəsini oxudu. Neçə səhifə oxunmamış qaldı. Biz 5də 3 hissəsi oxunubsa, deməli 5də 5-dən 5də 3-ü çıxanda 5də 2 hissəsi oxunmamış qalır. Biz də 320-nin 5də 2 hissəsini taparıq. Bu da olar
320-ni 5-ə böləndə olur 64. Vururam 2-yə. Bu da olur 128. Növbəti. Məxrəci 280 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunandır? Ümumiyyətlə, ixtisar olunmayan düzgün kəsirlərin sayını tapma qaydası belə idi. Həmin 280 əvvəlcə sadə vuruqlara ayıraq. 280 28 vurulsun 10 kimi ayrılsa, 28-in sadə vuruqları 2, 2, 7-dir. 10-un sadə vuruqları 2 vur 5-dir. Burada olur 2-dən 3 dənə, 5-dən 1 dənə, 7-dən 1 dənə. İxtisar olunanların sayı belə tapılır. P ilə işarə eləsək, ixtisar olunanların sayı. Həmin ədəd vurulsun, 1 çıxılsın A-da 1, düsturumuz var idi. Yəni 2-də 1, 1 çıxılsın B-də 1. Bu A, B, C yazdıqlarım, dediklərim o sadə bölənləridir. Vurulsun 1 çıxılsın 7-də 1. Yəni 280 vurulsun 2-də 1, vurulsun 5-də 4, vurulsun 7-də 6. 70. Bu 2, 5-in 10, 17-nin 70 ixtisar gedir. Burada 4 qalır. 4, 4-ün 16, bu olur 96. 96 dənə ixtisar olunmayan kəsir var. Yəni qarşılıqlı saldır edilən sayıdır bu elə. Düzgün kəsir 279 dənədir. Onun 96 dənəsi ixtisar olunmayandır. İxtisar olunanları bizdən soruşur. Ona görə 96-nı buradan çıxıram. 9-dan 6, 3, 17-dən 9, 8, 183 dənə. 54-cü sual. 20 şagird riyaziyyat və kimya fənnindən dərnəklərə, o cümlədən 4-ü isə hər iki dərnəyə yazıldı. Riyaziyyat dərnəyinə yazılanların sayı kimya dərnəyinə yazılanların sayından 3 dəfə çox olarsa, deməli bu olsun riyaziyyat, bu da olsun kimya. 20 şagird riyaziyyat və kimyadan dərnəklərə yazıldı. Yəni cəmi 20 dənə şagirdimiz var. 4 nəfər hər iki dərnəyə yazılıb. Riyaziyyat dərnəyinə yazılanların sayı kimya dərnəyinə yazılanların sayından 3 dəfə çoxdur. Riyaziyyat dərnəyinə yazılanların sayı kimya dərnəyinə yazılanların sayından 3 dəfə çoxdur. Kimyaya bir x desək, riyaziyyat olacaq 3x. Kimyaya yazılanlar x-dırsa, onda 4-ü hər ikisini iştirak elədiyi üçün yerdə qalır x minus 4. Riyaziyyatda ümumilikdə 3x iştirak eləyib, 4-ü hər ikisini iştirak elədiyi üçün 3x minus 4 yalnız riyaziyyata yazılanlardır. Ümumilikdə hamısını toplasaq, yəni bu olacaq 3x minus 4 üstəgəl 4 üstəgəl x minus 4 bərabərdir ümumilikdə 20-yə. Burada 4-lər islah olur, qalır 4x bərabərdir 24, x-i tapırıq 6. Bizdən kimya dərnəyinə neçə şagird yazılıb soruşur. Yalnız kimya demir, bütün kimyanı deyir. Biz də kimyanı x götürdüyümüz üçün doğru cavabımız 6-dır. M ədədini k kvadrat ədədinə böldükdə m bölünsün k kvadrat 55-ci sual. Natamam qismətdə 3, qalıqda 20 alınır. M-in ən kiçik qiymətini soruşur. Burada m də, k da natural ədədlərdir. Məhsul bölünəni tapmaq üçün natamam qisməti vururam bölənə, üstünə də, üzərinə də qalığı gəlirəm. M-in ən kiçik qiymətini soruşur. Biz bilirik ki, bölmə əməlində alınan qalıq, yəni 20, böləndən kiçik olmalıdır. Yəni k kvadrat 20-dən böyük olmalıdır həmişə. Kvadratı 20-dən böyük olan, ancaq bizə lazım ki, k ən kiçik qiymət alsın. M-in ən kiçik olması üçün k da ən kiçik olmalıdır. Bu şərti ödəyən ən kiçik natural ədəd 1-dir. Ən kiçik natural ədəd 1-dir. Onda m bərabərdir 3 vurulsun 1-in kvadratı üstəgəl 20. Bu da olur 23. Deməli doğru cavabımız 20. Bu qədər. Sağ olun.